gözləyirdi. Günlərin bir günü, axır ki, bir-birinin ardı ilə yumurtalar çatlamağa başladı. Pip-pip səs saldılar. Bütün yumurtalar çatladı və ördək balaları yumurtalarını sındıraraq böyük dünyanı ilk dəfə gördülər. Yumurtalarının hamısı sındı, birindən başqa. Necə də şirin körpələrim var. Mən necə də bəxtəvər anayam. Bəs 5-ci ördək balasına nə olub? Ana ördək narahat oldu. Sonuncu yumurtanın qırılmağı yaman gecikir. O yumurtanın üstündə oturaraq onu bacardığı qədər isitməyə çalışdı. Əgər bu yumurta belə gecikirsə, deməli bu ördək balası çox gözəl olacaq. Günlərin bir günü yumurta qırıldı və içindən